Forex əlbəttə ki, daha valyuta cütlükləri daha proqnozlaşdırıla bilən, çünki burada artıq bu işlə çoxdan məşğul adamlar üçün Forex ticarətində kifayət qədər çoxlu belə təcrübəli treyderlər var. Onlar bilirlər hansı amillərə baxmaq lazımdır, hansı siyasi məqamlar və hansısa bir kalendar üzrə gedən, təqvim olan eventlər, belə deyək, hansısa tədbirlər və s. hansısa bir elanlar ona təsir göstərir. Ona görə daha çox konservativ sayılır və yeni başlayanlar üçün copy tradingdə ilk vəsaitlərinizlə başlayanda Forex-dan işləyən, valyuta cütlüklərlə işləyən traderlara üstünlük vermək daha məqsəd yönlü hesab olunur və daha məsləhət görülür. Qızılda biraz başqa cürdür. Qızılda volatillik də yüksək olur və burada drawdan 100% daha yüksək olur. Hazır olmalısınız. İtkiyə dözümlünüz olmalıdır, risk tolerantlığınız olmalıdır və siz anlamalısınız ki, daha riskli alətə keçirsiniz və burada itki həm qazanc çox ola bilər, eyni zamanda da itkiniz də çox yüksək ola bilər.